Salam, hər vaxtınız xeyir olsun. Bu gün adi və onluq kəsrlərə aid nisbətən mürəkkəb məsələ və misalların izahına baxırıq. Diqqətlə qulaq assaq, siz bu dərsdə həm blok, həm mix sertifikasiya səviyyəli məsələ və misalların izahına baxarsınız. Gəlin vaxt itirmədən sualların izahına başlayaq. Tapşırıq nömrə 1. 100 faktorial vur 1 böl 2 faktorial plus 2 böl 3 faktorial plus 3 böl 4 faktorial və bu nöqtə davam edir. 99 böl 100 faktorial ifadəsinin qiymətini tap. Baxın, bu tipli məsələlər və misallar sizin qabağınıza çıxanda siz burada mütləq bir düstur yarada bilməlisiniz. Bu misallar, yəni siz artıq bunu həll edə bilməzsiniz təbii ki. Bunların hamısını hesablasaq sizin vaxtınız həddindən artıq çox gedər. Ona görə də burada bir düstur yaratmaq lazımdır və bunu həll etmək lazımdır. İndi gəlin 100 faktorialı hələlik bir qıraqda saxlayaq. Əvvəl buranı həll edək gəlin. Buranı həll edək. İndi biz burada baxın nə görürük? 1 böl 2 faktorial plus 2 böl 3 faktorial 99 böl 100 faktoriala qədər gedir. Məxrəcdəki 2 ədədi sürətdəki 1 ədədindən bir vahid böyükdür. Baxın, hamısında belədir. Deməli, belə bir dənə düstur yaza bilərik. N böl n plus 1 faktorial. Yəni bu formada gedir. Yəni burada 1 yazanda 1 böl 2 faktorial olur. 2 yazanda 2 böl 3 faktorial. 99 yazanda 99 böl 100 faktorial. Bu formada bu davam edir. İndi biz burada nə edirik? Baxın. Gəlin bu ifadəni, bu düsturu yazdığa, bunu bir qədər sadələşdirək. Götürüb belə yazaq. N plus 1 faktorial qalsın. Sürətdə yazaq n plus 1 minus 1. Bu yenə də n edir. Davam. N plus 1'i bölək n plus 1 faktorial. Bu nə edir? N plus 1'i deməli bölürəm n plus 1 faktoriala. Minus burada 1 böl n plus 1 faktorial. Aha, biraz da sadələşdirək. Deməli, baxın. N plus 1, bu n plus 1 faktorial nəyə bərabərdir? Elə bil 1-dən n plus 1'ə qədər olan ədədlərin hasilidir də. Buradakı son hasil də n plus 1'dir. Bunu belə yaza bilərəm də. N faktorial vur n plus 1. Belə yazmaq olar da. Aha. Minus 1 böl n plus 1 faktorial yazıram. Bu bərabər olur. Deməli, n plus 1'lər gedir. 1 böl n faktorial burada qalır. Minus 1 böl n plus 1 faktorial. 1 böl n faktorial. Aha. İndi burada biz deməli, sonda biz bunu aldıq. İndi bu qiymətləri də yerinə yazaq. Deməli, məsələn, bunun yerində 2 yazanda 1 böl 2 məsələn, 1 yazanda yəni bu eləyir 1 böl 2 faktorial. Deməli, 1 böl 2 faktorial nəyə bərabərdir? 1 böl 1 faktorial minus 1 böl 2 faktoriala. Baxın, bu formada gedir. Baxın, əvvəl dedik bu mötərizədəki ifadəni biz hesablayırıq. Götürürüm bu, əvvəl 1 yazıram. Bu eləyir 1 böl 2 faktorial. 1 böl 2 faktorial sonunda deməli nəyə bərabərdir? 1 böl 1 faktorial minus 1 böl n plus 1 faktorial. Deməli, burada 1 böl 2 faktorialın əvəzini yazdım. 1 böl 1 faktorial minus 1 böl 2 faktoriala. Düz 2 yazıram indi. İndi 2 yazıram bunun yerində. 2 böl 2 faktorial bəs nəyə bərabərdir? 2 böl 3 faktorial bəs nəyə bərabərdir? 1 böl 2 faktorial minus 1 böl 3 faktorial. 1 böl 2 faktorial minus 1 böl 3 faktorial. Bəs 3 yazanda nəyə bərabər olur?
1 bölü 3 faktorial minus 1 bölü 4 faktorial. Və sonda bu formada davam edir. Sonda yazıram, deməli, e, gəlin 99 yazanda bəs nə edir? N yerində. Yəni 99 bölü 100 faktorial bəs nəyə bərabərdir? 1 bölü 99 faktorial minus 1 bölü 100 faktorial. Bu sonda nəyə bərabər olur? Gəlin uyğun ixtisarları biz aparaq. Baxın 1 bölü 2 faktorial burada da var, burada da var. Deməli bu ixtisar getdi. 1 bölü 3 faktorial, 1 bölü 3 faktorial. Bunların hamısı deməli ixtisar gedir. 1 bölü 99 faktoriala qədər ixtisar gedir. Deməli bu nəyə bərabər olur? Nəyə bərabər olmuş olur? 1 bölü 1 faktorial minus 1 bölü 100 faktoriala bərabər olur. 1 bölü 1 faktorial minus 1 bölü 100 faktorial. Deməli bu mötərizədəki ifadə buna bərabər oldu. Mötərizədəki ifadəni yazıram burada. Deməli 100 faktorial vur 1 bölü 1 faktorial ilə 1'dir. 1 minus 1 bölü 100 faktorial. Bu da bərabər olmuş olur. 100 faktorial minus 100 faktorial minus 1. Bu formada məsələ həll olunur. İndi bu tipli, baxın bunu mən düstur formasında göstərdim. İndi buna aid bir dənə qayda çıxardaq ki, bu qaydanı siz hər bir zaman tətbiq edə bilərsiniz. Bu qaydanı mən deyirəm sizə. Bütün bu tipli məsələlərdə siz artıq bu qaydanı həll edə bilərsiniz. Qaydanı deyirəm, diqqətlə qulaq asın. Əvvəl bunları gəlin silək. Aha. Deməli qaydanı burada qeyd edirəm. Əgər siz məsələn bir misal əgər görsəz ki, baxın bu bayaqki aldığımız düsturu gəlin qeyd edək. Baxın burdan biz aldıq. Yəni burada n böl n plus 1 faktorial bu nəyə bərabərdir? Burada biz aldıq ki, bu bərabərdir 1 böl n faktorial minus 1 böl n plus 1 faktorial. Bunu biz bilirik. İndi bunu biz misallara, ardıcıllıq formasında olan misalları bu formada biz tətbiq edə bilərik. Əgər məsələn bizə bir misal əgər verilsə 1 böl 2 faktorial plus 1 böl 3 faktorial plus nöqtə 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 99 böl 100 faktorial. Bu zaman biz nə edirik? Baxın. Buradan bunu götürürük və buradan da bunu son. Yəni ilk sürətdəki ilk ədəd və məxrəcdəki son ədəd. Bu bərabər olmuş olur deməli. 1 böl 1 faktorial minus 1 böl 100 faktorial. Yəni həmin bu 1 baxın uyğun olaraq buradakı 1-ə görə mən 1 yazdım. Buradakı 1-ə görə 1 yazdım. Və 100 də buradakı 100-ə görə mən 100 yazdım. Və ya məsələn bir dənə nümunədə yazım. Məsələn 10 böl 11 faktorial plus 11 böl 12 faktorial nöqtə 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 100 böl 101 faktorial. Bu bəs nəyə bərabər olur? Baxın indi. Baxırsınız. Bu sürətdəki ilk ədəd nədir? 10-dur. Qeyd et. Məxrəcdəki ilk ədəd nədir? 101. 101-dir. Deməli indi yazırsınız burada. Bu bərabər olur. 1 böl. Həmin bu 10-u yazıram burada. 10 faktorial minus 1 böl 101 faktorial. 10 baxın buradakı 10'dur. 101 də buradakı 101'dir. Buradakı 101'dir. Bunları da baxın bu formada rəngləyirəm. Yadınızda saxlayın.
Bu tip məsələlər sizə miqdə, sertifikasiyada və bəzi blok tipli məsələlər də düşə bilər. Bu qaydanı da bilsəz, yəni yaxşıdır da bir dəfəlik götürüb, eee, yəni o qədər uzun hesablamaya ehtiyac qalmazdı. Bir dəfəlik bu qaydanı tətbiq edərdiniz, daha tez formada hesablaya bilərdiniz. İndi gəlin növbəti məsələmizə biz baxaq. Burada bəzi sürüşmələr olub. Gəlin bunu biraz səliqəli yazaq. Deyir bu burada A plus C vur D minus B ifadəsinin deyir qiymətini tap. Baxın bunun ən yaxşı həll edilmə üslubudur ki, siz bunu kəsr formasında eee, yazıb həll edə bu formada kəsr formasında yazıb həll etsəz siz hissə-hissə həm A-nı, həm B-ni, həm C-ni, həm də D-ni tapa bilərsiniz. Baxın 26-da onu yazıram. 26'da 10 neye bərabərdir? Yazırsınız. 1 böl 10'da 26. Elə deyilmi? Yaza bilərsiniz də. Təbii ki, yaza bilərsiniz. Davam eləyək. Sonra belə yazırsınız. Baxın. 1 böl 2 plus 10'da 6. Sonra yazırsınız 1 böl 2 plus 1 bölünsün 10'da 6'nı yazırsınız artıq 6'da 10. Bu da bərabər olur. 1 böl 2 plus 1 bölünsün 1 plus 6'da 4. Bu da bərabər olur deməli. 1 böl 2 plus 1 böl 1 plus e, 1 böl 4'də 6 yazırsınız. Artıq mərhələ daha qurtarır. 1 böl 2 plus 1 böl 1 plus 1 böl e, 1 plus deməli 4'də 2 qalır. Aha, bununla da daha qurtarır. Sonda isə deməli alınır. Bu da bərabərdir. 1 böl 2 plus 1 böl 1 plus 1 böl 1 plus 1 böl 2'də 4. Bu da 2 edir. Baxın bu formada. İndi buradan siz qeyd edin, baxın. 2 bu A'dır, bu B'di, bu C'di, bu da D'di. Bunları bizden istəyirdi. Bunları da biz satdıq. Deməli burada A bərabərdir 2'dir, B bərabərdir 1'dir, C bərabərdir 1'dir, D də bərabərdir 2. Baxın buna uyğun mən yazdım bu formada. Deməli bizdən nə istəyirdi? A plus C vur D minus B. Minus B. A nəyə bərabərdir? 2 plus C vur D 1 vur 2 minus B də 1'dir. 4, 2 plus 2 4 minus 1 3 edir. Bu formada məsələmiz həll olunur. İndi gəlin növbəti məsələni də həll edək. Gəlin bunu daha səliqəli yazaq. Bunu proqramda hazırlayıram. Bəzi vaxtlarda bunları götürür. Bu tipli kəsr formasında olan məsələləri sürüşdürə bilir. Gəlin bunu daha səliqəli yazaq. Aha.
Aha. Deməli, misal bu formasındadır. Bizdən A plus B plus C plus D plus E plus F-in cəmini bizdən istəyir. Aha. Gəlin indi bu məsələni biz həll edək. Baxın, burada baxın, bu kəsr formasında 134-də 193 baxın burdadır. Bunu silək. Aha, indi bu misalı biz belə hesablayırıq. Bunu kəsr formasında yazırıq və hissə-hissə davam edib hesablayırıq. Baxın 134-də 193-ü burada yazıram, hesablayıram. Bu eləyir deməli 1 tam 134-də deməli burada qalıq deməli qalır. Ha, 59 qalır. 1 tam 134-də 59 edir. Aha, davam edirəm. Deməli 1 bunu belə yazıram. 1 plus 1 böl 59'da 134. Hı -hı. İndi bunu yerinə yetirək. Deməli, davam edirik. E, 134'ü 59'a böləndə eləyir 2 dəfə bölünür. 108 edir. Qalıqda qalır isə qalıqda qalır 26. Bunu belə yazıram. 1 böl e, 2 2 plus deməli 59'da 26. İndi davam eləyək. Bunu belə yazıram. 1 plus 2 böl 1 böl 2 plus 59'da 26'nı yazıram. 1 böl 26'da 59. Bu da bərabərdir. 1 plus 1 böl 2 plus 1 böl 2'də 52 oldu. Qalıqda 7 qalır. 26'da 7. Aha. Sona yaxınlaşırıq artıq. Bunu da gəlin buradan davam etdirək. Aha, gəlin yuxarıdan davam etdirək. Bu da bərabərdir 1 plus 1 böl 2 plus 1 böl 2 plus 1 böl 7'de 26. Aha, bunu da yuxarıdan yazaq. Aha. Deməli 1 plus 1 böl 2 plus 1 böl 2 plus 1 böl 7'de 26 nəyə bərabərdir? 7'de 26, 26 deməli 7'ye bölünür. 3 dəfə qalıqda 5 qalır. 3 plus 7'de 5. Aha. 7'de 5. Şimdi bu da bərabərdir. 1 plus 1 böl 2 plus 1 böl 2 plus 1 böl 3 plus 7'de 5 yazıram. 1 böl 5'te 7 yazıram. 1 böl 5'te 7. 1 böl 5'te 7. 1 böl 5'te 7'ye geri yazdımsa bunu da bir dəfəlik yaza bilərəm ki burada.
1 plus 5'te 2. Burada yazırıq 1 plus 5'te 2. Aha, sona yaxınlaşırıq artıq. Aha, sona yaxınlaşırıq. Deməli, davam edək. Mhm. Bunu buradan davam etdirək, gəlin. Bu da bərabərdir, deməli, 1 böl, yox, bərabərdir, deməli, 1 plus 1 böl 2 plus 1 böl 2 plus 1 böl 3 plus 1 böl 1 plus 2 də 5 edir. 2 də 5 2 1 böl 2 də 5 yazıram mən bunu. 1 böl 2 də 5. 1 böl 2 də 5. Aha, burada son mərhələlər qalıb. Aha, davam edirik. Baxın, burada axırda bu qaldı. İndi 2 mərhələdən sonra yekunlaşır. Bu bərabərdir, deməli 1 plus 1 böl, deməli 2 plus 1 böl 2 plus 1 böl 3 plus 1 böl 1 plus deməli bu da 1 böl 2 plus 2 də 1. 2 plus 2 də 1. Bununla da yekunlaşdı. İndi burada gəlin işarə edək. Burada deməli bu A-dır, bu B'dir, bu C'dir, bu D'dir. Bu da F'dir. Aha. Bizdə bunların cəmini istəyirdi bizdən. Hamısını toplayırıq. Hamısını toplayırıq. 1 plus 2 plus 2 3 1 2 və bu formada toplayırıq. Bu da eləyir 5 3 8 8 o da 3 11. Bu formada məsələmiz burada deməli tamamlanmış olur. İndi gəlin növbəti misalımıza baxaq. İndi gəlin bunu həll edək. Baxın, bu bir qədər sadə misaldır. 1 minus 4də 1 nədir? Yəni a kvadratı minus b kvadratı nəyə bərabərdir? A minus b vur a plus b. Bu deməli bu düstur burada mən tətbiq edirəm, rahatlıqla hesablayıram. A kvadratı minus b kvadratı nəyə bərabərdir? A minus b vur a plus b. 1 minus 4də 1 bərabərdir. 1 minus 2də 1 vur 1 plus 2də 1. 1 minus 9'da 1 beraberdir. 1 minus 3'te 1 vur 1 plus 3'te 1. Nöqtə, nöqtə, nöqtə. Sonda burada var. 1 minus 1 böl a plus 1 vur 1 plus 1 böl a plus 1. Bu da beraber olur 0'dan %51'e. Devam edelim. 1 minus 2'de 1 beraberdir. 2'de 1'e. 1 plus 2'de 1 beraberdir. 2'de 3'e. 1 minus 3'te 1, 3'te 2'ye, 1 plus 3'te 1, 3'te 4'e bərabərdir. Nöqtə, nöqtə. 1 minus 1 böl a plus 1 bərabərdir a plus 1'də a bu da vur a plus 1'də
A plus 2. İndi baxın. Diqqətlə baxın. Bu, bu da bərabər 0,151 verilibdir. Biz buradan A-nı tapmalıyıq. Baxın, 2 ilə 2, 3 ilə 3 ixtisar getdi. 3 ilə 3, 4 ilə 4 bunlar ixtisar getdi. A plus 1-dən əvvəl A plus 1, A var idi. Bunlar da getdi ixtisar. Və sonda burada qaldı. Deməli, sonda burada qaldı 2-də 1 vur. A plus 2 böl A plus 1. Bu da bərabərdir 0,51-ə. Aha, indi bunu həll etmək lazımdır. A plus 2 böl A plus 1. Deməli, nəyə bərabərdir? Hər tərəfi gəlin 2-yə vuraq. Bu %51 idi. Bunu 2-yə vursam edir %102. %102 elədi bu. Buradan indi A və B-ni tapaq. Yo, belə deyil. Baxın, burada sonda nə qaldı? Bunu gəlin yazaq, səliqəli. Qaldı 2-də 1 vur. A plus 2 böl A plus 1. Bu da bərabərdir %51-ə. Hər tərəfi 2-yə vuranda burada 50 qalırdı. 2-də 1 getdi. Hər tərəfi 2-yə vurdum. 50-də 51. Deməli, buradan A nəyə bərabərdir? A bərabərdir 49-a. Formada deməli məsələmiz həll olunur. A nəyə bərabərdir? A bərabərdir 49-a. İndi gəlin növbəti məsələyə biz baxaq. Rasional ədədlər ardıcıllığında neçəsi tam ədəddir? Bu tipli suallar əsasən MIX sertifikasiya tipli məsələ və misallardır. Biz bu tipli məsələləri bir dənə Duster formasına sala bilməliyik. Baxın, burada surətdəki ifadələr arasındakı fərq 7-dir. Hamısı 7, 7 vahid artır. Əgər fərq 7, 7 artırsa, yazıram 7. 8, 8 artırsa, yazıram 8-i. 2, 2 artırsa, yazıram 2-yi. Bu qaydanı bilin. Burada deməli eləyir 7n plus 7n yazdım plus 128. Yəni n yerində bərabərdir 1, n böyükdür bərabərdir 1. Bunu nəzərə alıram. N bərabərdir 1 olanda beləyir 135. 7n plus 128 böl məxrəcə baxıram. Hamısı 1, 1 artır. Deməli, n plus 1 yaza bilərəm də. Hamısı axı 1, 1 artır. 1 yazanda yox, n plus 1 yox, n plus 4 yazaq. 1, 1 artır da, yəni 1 yazıram 5 edir, 2 yazıram 6 edir, 3 yazıram 7, 4 yazıram 8 edir. Bu formada yaza bilərəm. İndi bizdən baxmalıyıq ki, bu ardıcıllıq neçə dənə qiymətində bu tam ədəd alır. Biz buna baxmalıyıq. Həmin ifadələri bu formaya biz saldıq. İndi biz bunu budaqlı bölməklə də ixtisar edib istədiyimiz formaya sala bilərik. Və ya adi qaydada da gəlin bu nisbətən rahatdır deyə həll edə bilərik. 7 vur n vur plus 4 böl n plus 4 deməli 28 burada var 128-dir. 28-i yazdı, qaldı 100. 100 böl n plus 4. Bu da eləyir 7 plus 100 böl n plus 4. Şimdi diqqət edin. 7 onsuz da tam ədəddir də. Tam ədədin üzərinə tam ədədi gəlir, tam ədəd verir. Deməli 100 böl n plus 4-ün tam ədəd olmasına biz baxmalıyıq. Deməli n plus 4 də o zaman tam qiymətlər alır ki, n plus 4 100-ün tam bölənləri olmalıdır. Bu ifadədə də ardıcıllıq müsbətə doğru getdiyinə görə bu 100 böl n plus 4-də müsbət tam qiymətlər alır. Və n böyüdür bərabərdir 1. Bunu da biz bilirdik. Deməli n plus 4 burada bilirik ki, n plus 4 böyüdür bərabərdir 5 edir. Deməli n plus 4 böyüdür bərabərdir 5 və n plus 4 100-ün tam bölənləri olmalıdır. 100 bərabərdir 2 üstü 2 vur 5 üstü 2.
Natural bölən sayı qüvvətlərin üzərinə 1 gəlirəm, bir-birinə vururam. 9 dənədir. Tam bölən sayı isə 18-dəndir. 18 ilə tam böləndir. Amma 100-ün 5-dən az olan tam bölənlərinin sayını buradan çıxıram. 1-dir, 2-dir və 5-dir. 1, 2, 5 və 1-lə yox, 1, 2 və 4-dür. 5 buraya bu aralığa daxildir. Deməli 3 dənəsi çıxıram. Bu da eləyir. Yox, bizə tam bölənləri yox, elə natural bölənləri lazım idi. Ona görə ki, mənfi qiymətlər onsuz da buraya daxil deyil. Deməli 9 minus 3 yazıram. Bu da 6 eləyir. Bu formada biz məsələni həll etmiş oluruq. İndi gəlin növbəti məsələmizə biz baxaq. Deməli, yenə də eyni tipli bir misaldır. Deyir, rasional ədədlər ardıcıllığının neçəsi tam ədəddir? Yenə də sürətə baxıram. 6, 6 artır. Deməli, burada yazıram 6n. 6n plus 96 böl n plus 3 formasındadır. N də burada böyüdür, bərabərdir 1. Bunu nəzərə alıram. Deməli, n plus 3 də böyüdür, bərabərdir 4. Bunu biz bildik. Yadımızda bunları saxlayırıq. İndi davam edirik. Deməli, yəni bu ardıcıllığın neçəsi tam ədəddir? Biz bu düsturla bunu rahatlıqla hesablaya bilərik. İndi biz budaqlı bölmə ilə də bunu rahatlıqla hesablaya bilərik və ya adi qaydada da biz qruqlara ayırıb hesablaya bilərik. 6 vur n plus 3 böl n plus 3 plus deməli 96 minus 18 edir. 78. 78 böl n plus 3. Bu da bərabərdir 6 plus 78 böl n plus 3. 6 onsuz da tam ədəddir. Deməli, bu da tam ədədə yer olsa, deməli, bu ifadəmizdə ümumilikdə yəni tam ədədlərin sayını tapmış olarıq. Deməli, n plus 3 o zaman tam, yəni 78 böl n plus 3 o zaman tam ədəd olar ki, n plus 3 deməli 78-in tam bölənləri olmalıdır. Amma müsbət tam bölənləri olmalıdır ki, bu ifadə müsbətə doğru getdiyinə görə mənfi qiymət bu ardıcıllığa aid ola bilməz. Deməli, 78-in natural bölənlərinin sayını tapıram. 78 bərabərdir deməli. 78 bərabərdir. Sadə vuruların hasili şəklində göstərək. 39 2 üstü 1 vur 3 üstü 1 vur 13 üstü 1. Deməli, burada natural bölən sayı nəyə bərabərdir? Natural bölən sayı bərabərdir. Qüvvətlərin üzərində 1 gəlirəm, bir-birinə vururam. 2 vur 2 vur 2. Bu da 8 edir. Bu məlum oldu. Amma bütün natural bölənlər bura aid deyil. Mütləq bu n plus 3 4-dən böyükdür, bərabər olmalıdır. 78-in natural bölənlərindən 1, 2, 3 buraya aid deyil. Deməli 8 minus 3 bərabərdir 5 edir. Deməli rasional ədədlər ardıcıllığında neçəsi tam ədəddir? Deməli 5 dənəsi burada tam ədəddir. Bu formada misal həll olunur. İndi gəlin növbəti məsələmizə biz baxaq. Yenə də baxın, oxşar tipli məsələdir. Rasional ədədlər ardıcıllığından neçəsi tam ədəddir? İndi görürəm 6, 6 artır. Deməli 6n plus yazıram 94 yazmaq olardı, elə deyilmi? 6n plus 94 deməli n burada böyüdür, bərabərdir 1 yazıram. Burada da məxrəcdə isə hamısı cüt ədəd olduğuna görə bunu yaza bilərəm. Bunu belə yazmaq olar, deməli. Yazaq elə 2n formasında yazaq. 6n plus 94 bölü 2n. Yəni bu düsturla biz onsuz da rahatlıqla hesablaya bilərik neçə qiymətində bu tam ədəd almış olur. İndi davam edək, hesablayaq.
Bunu biz budaqlı bölmə ilə də daha sadə formaya sala bilərik, və ya adi qaydada ixtisarda burada apara bilərik. Deməli, bu eləyir 6n böl 2n plus 94 böl 2. Bu da eləyir 3 plus 47 böl n. Baxın, 3 onsuzda bir tam ədəddir. Deməli, 47 böl n də tam ədəd əgər olarsa bu ödənilir. Və burada 47 böl n də buradakı n də müsbət tam bölənlər. N 47-nin müsbət tam bölənləri olmalıdır. Ona görə ki, bu müsbətə doğru gedir. Bu mənfi qiymət ala bilməz. Deməli, burada n böyüdür bərabərdir 1 və 47-nin də natural bölənləri sayını tapıram. 1 üstü 1 vur 47 üstü 1. Natural bölən sayı qüvvətlərin üzərinə 1 gəlib bir-birinə vururuq. Yəni 1 burada yazılmırdı. 47 üstü 1'dir. Bu da natural bölən sayı 2'dəndir. Yəni 1 və 47 və hər ikisi də bunu ödənilir. Yəni həm 1 həm də 47 1-dən böyüdür, bərabərdir. Bu formada məsələmiz həll olunur. Deməli cavab burada edir 2. İndi gəlin növbəti məsələmizə biz baxaq. Yenə də oxşar tipli bir məsələdir. Yenə də oxşar tipli bir məsələdir. Burada bunu belə yazıram. Ədədlər arasında 5 vahid fərq vardır. Bunu yazırım. 5n plus 5 5n plus 100 böl n plus 1'e. Ədədlər arasında bir vahid fərq var. Aha. Müəyyən ixtisarları gəlin aparaq, daha sadə formaya salaq. N plus 2'dir burada. N plus 2 burada ödənilir. Baxın bu formada. Davam edirik indi. 5 vur n plus 2 böl n plus 2. Baxın bu formada deməli 2 burada da qaldı 90. Belə. Bu da bərabər olur. Deməli 5 plus 90 böl n formasını saldıq. 5 plus 90 böl n. Buradakı n də böyüdür, bərabərdir. Burada yox. Deməli 90 böl n 90 böl n plus 2'dir bu. Bir dəqiqə gözləyin. Aha, ödənilir. Hamısı ödənilir. Elə deyilmi? Aha. Aha. Baxın, burada görürəm ki, bu müsbətə doğru gedir, mənfi ola bilməz. Və bir dənə də n burada böyüdür, bərabərdir 1. Bu bilirəm və n plus 2 də böyüdür, bərabərdir 3. Bunu da biz bilirik. Bunlar bizə məlumdur. Deməli 90-ın natural bölənlərinin sayını tapıram. 90 bərabərdir. Deməli 2 vur 3'ün kvadratı vur 5. Natural bölən sayı nəyə bərabərdir bunun? Natural bölən sayı eləyir. Qüvvətlərin üzərinə 1 gəlirim, bir-birinə vururam. 2 vur 3 vur 2. Eləyir 12. 12 natural böləni vardır. 12'dən natural böləni vardır. Amma bütün natural bölənləri gələrək 3'dən böyüdür, bərabər olsun. Amma burada 1, 2 qaydanı ödəmir. Ona görə 12 minus 2 10. Deməli burada da cavab edir 10. İndi gəlin növbəti məsələmizi biz həll edək. Baxın buradakı hasillərdə ortaqlar nədir? 1 burada 1'dir. Burada 2'dir.
Bunlar burada 3'dür, burada 4'dür, burada axırda 2018'dir. Deməli, ortaq vurğu mötərizə xaricinə gəlin çıxardaq. 1 vur, 2 vur, 3 vur, 4 nöqtə, nöqtə, nöqtə vur, 2018. Və mötərizə daxilində də qalır 1 plus 2-də 1 plus 1 plus 2-də 1 vur, deməli 1 plus 3-də 1 vur 1 plus 4-də 1 və nöqtə, nöqtə, nöqtə 1 plus 2019-da 1. Bu da bərabərdir. 2018 faktorial vurulsun. 2'də 3, vur 3'də 4, vur 4'də 5, vur 5'də 6 nöqtə, nöqtə 2019'da 2020. 2019'da 2020. Aha. Burada da görürəm ki, baxın bunlar hamısı ixtisar gedir. 2019'larda ixtisar gedir və burada axırda deməli burada nə qalmış olur? Burada axırda qalır 2018 faktorial vur 2020 böl 2. Bu da eləyir deməli 2018 faktorial vur 1010. Bu formada bu məsələdə həll olunur. İndi gəlin növbəti məsələmizə biz baxaq. Aha. İndi burada baxın, nə var? 1 böl 1 vur 3, 1 böl 1 plus 2 vur 4, 1 plus 1 böl 1 plus 2 vur 3 vur 5. Bu formada davam edir. Sonunda da 1 böl 1 vur 2 vur 3 vur 77, 78, 79 yoxdur, vur 80. Deməli hamısında bir vahid fərqli ədədlər yoxdur da. Yəni burada 2 yoxdur, burada 3 yoxdur, burada 4 yoxdur, burada 5 yoxdur, 6, axırda da 79 yoxdur. Biz nə edirik? Bunları burada yaradırıq. Yazıram burada 2 böl 1 vur 2 vur 3. Düz 3 böl 1 vur 2 vur 3 vur 4. Düz 1 deməli 4 böl 1 vur 2 vur 3 vur 4 vur 5. Düz nöqtə nöqtə 1 böl 1 vur 2 vur 3 vur 77, 78, 79, 80. Burada da 79'dur sürətdə. Bu nəyə bərabərdir? Görürəm ki, baxın, eee, baxın bu bizə nəyi xatırladır? 2 böl 3 faktorial plus 3 böl 4 faktorial plus 4 böl 5 faktorial plus nöqtə 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 79 böl 80 faktorial. Aralarında bir bayt fərq var. Bu bayaq deməli ilk misalımızda biz bu düsturu aydınlaşdırmışdıq. Baxın burada. Bu formada əgər olarsa, baxın aralarında bir bayt fərq var. Sürət və məxrəc arasında bir vahid fərq əgər olarsa, biz burada nə edirik? Yəni n böl n plus 1 faktorial formasındadırsa, bu 1 böl n faktorial minus 1 böl n plus 1 faktorial. Baxın, bu formada da əgər olardısa, 1 böl 1 faktorial sürətdəki ilk ədəd minus məxrəcdəki son ədəd. Bu düsturu biz buraya tətbiq edib rahatlıqla gəlin hesablayaq. Deməli, burada sürətdəki ilk ədəd nədir?
2-dir. Burada isə məxrəcdəki də son ədəd 80-dir. Bunu belə yazırıq. 1/2 faktorial minus 1/80 faktoriala. 1/2 faktorial minus 1/80 faktorial. 2 buradakı 2'dir. 80 de buradaki 80'dir. 1/2 faktorial minus 1/80 faktorial. İndi gəlin növbəti məsələmizə biz baxaq. Aha, son iki misalımız qalıb. Baxın, 2 hələlik qalsın. E, Bu hissədə ortaq vurğu mötərizə xaricinə gəlin çıxardaq. Bu bərabərdir 2 plus 2 vur 1/1 plus 2 plus 1/1 plus 2 plus 3 plus nöqtə 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 1/1 plus 2 nöqtə 40'a qədər. Bu nəyə bərabər olur? Bərabər olur ki, baxın bu məxrəcdəki ifadəni gəlin ayrılıqda biz hesablayaq. Deməli, surətdə görürük məxrəcdəki ədədlərin fərqidir. Aha, deməli əgər bu formada olurdusa biz nə edirdik? 2 plus 2 vur 2 böl 2 minus 2 böl 41. Bunun bir vahid artığı. Bu formada bunu hesablayırıq. 2 plus 2 vur 41 də 39. Bu da bərabərdir. 100 demək 41'də edir. E, 41'də 80. 41'də 80 yox. Deməli hesablayaq. 100 deməli burada yarandı 82 plus 78. Bu da eləyir 41'də 160. 41'də 160. Bu formada misalı həll etmiş oluruq. Həmin qaydanı mən sizə izah edim. Onu da öz yadınızda saxlayın. Əgər sizə bu formada ədədlər əgər verilərsə, deməli 1 böl 1 plus 2 plus 1 böl 1 plus 2 plus 3 plus 1 böl 1 plus 2 plus 3 plus 4 nöqtə 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 1 böl 1 plus 2 plus 3 nöqtə 40'a qədər. Bu bərabər olmuş olur. Baxın, məxrəcdəki bununla götürürəm. Bunun bir vahid artığını. Bu da bərabər olmuş olur. Deməli, belə yazıram. Surətdə hər zaman 2 var. 2, deməli, həmin bu 2 baxın bu 2'dir. 40'ın üzərində də bir vahid artığını mən yazıram. 2'də 2 minus 41'də 2. Baxın bu formada hesablayıram. Yəni buna bərabər olmuş olur. Yəni qaydanı mən bu formada sizə izah edirəm. Yəni yadınızda saxlayın.
Aha. Belə bu formada. Bunda ümumi bir düstur formasını yazdım. Bir böl 1 plus 2 plus n bu bərabərdir. 2 böl n minus 2 böl n plus 1. Baxın belə bu formada. Belə. Əgər bu formada yer davam edirsə, bu düsturu mütləq öz yadınızda saxlayın. 2 böl n minus 2 böl n plus 1. İndi gəlin son misalımızda həll edək və yekunlaşdıraq. Gəlin bunları silək. Aha. Son məsələmizi gəlin həll edək. Aha. Baxın burada 3 böl 1'in kvadratı vur 2'nin kvadratı plus 5 böl 2'nin kvadratı vur 3'ün kvadratı plus 7 böl 3'ün kvadratı vur 4'ün kvadratı plus nöqtə 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 19 böl 9'un kvadratı vur 10'un kvadratı. Bunu tapmaq lazımdır. Bu bərabərdir sual. Baxın, bunu mən bir qayda formasında deyirəm. Bu tipli məsələləri həll etmək zamanı əgər B minus A bölünsün A vur B. Yəni məxrəcdəki ədədlərin fərqi sürətdə əgər verilərsə, bu nəyə bərabərdir ümumiyyətlə? Bu qaydanı gəlin çıxardaq. Bu bərabərdir B böl A vur B minus A böl A vur B. Bu da bərabər olur 1 böl A minus 1 böl B. 1 böl ilk rəqəm minus 1 böl ikinci rəqəm. Bu formada gedir. Yəni A vur B məxrəcdəki ədədlərin fərqi sürətdə əgər verilərsə. İndi gəlin bunu hesablayaq. Deməli, bu nəyə bərabər olur? 1 böl 1'in kvadratı minus 1 böl 2'nin kvadratı plus 1 böl 2'nin kvadratı minus 1 böl 3'ün kvadratı və plus nöqtə 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 burada bundan əvvəlki ədəd nə idi? 8'in kvadratı 9'un kvadratdır. Demək 8'in 1 böl 8'in kvadratı minus 1 böl 9'un kvadratı plus 1 böl 9'un kvadratı minus 1 böl 10'un kvadratı. Bu formada. İndi baxırsınız, hamısı ixtisar gedir. Baxın 1 böl 2'nin kvadratı burada da var, burada da var. Getdi ixtisar. 1 böl 3'ün kvadratı getdi. 1 böl 8'in kvadratı getdi. 1 böl 9'un bunlar da mənfi müsbət hamısı gedir. Bu da qalır 1 minus 1 böl 10'un kvadratı. 1 böl 1 böl 10'un kvadratı bu da bərabər olur. 1 minus %1. Bu da edir %99. Və bu formada bu məsələdə həll olunur və yekunlaşdırdıq. Video izləyərək əgər sizə faydalı oldusa, kanala abunə olmağı və bəyənməyi unutmayın. Bu formada yekunlaşır. Əlavə nəsə bir sualınız, bir istəyiniz varmı? Yazın və mən də ona uyğun dərs izahı və ya mövzu izahı verin. Yoxdursa yekunlaşdıraq. Dərsimiz bu qədər. Sağ olun, salamat qalın.